Cavanşir sözü haqqında ən çox sual verilir o haqda. Hə. Cavanşir sözü demək Cavanşir Mehranilər sülalənin nümayəndəsidir. Mehraniləri fars dilində açmağa çalışırlar, artıq qeyd etdim və müəyyənləşdirdik ki, Mehran sülaləsi əslində necə ki Saklarla gələn Kimmer boyları var idi əziz qardaş. Kam sözünün tərsi olan maqdan da Maqər adı var. Bu bir rəhbər titul adı daşıyır və Maqərdən də Mehr sözü formalaşıb, yəni bu birbaşa günəş demək deyil. Və necə ki Kimmer tayfa birliyi var, eyni ilə də bax həmin Maq anlayışından Maqərlər olubdur. Və demək ki Cavanşir bax həmin Mehranilərdəndir və Mehranilər də İran dilli deyil. Part tayfasının 7 boyundan biridir və partların da türk olması Ürmiya nəzəriyyəsində yetərincə yazılıbdır. Yəni o arxeoloji tərəflərini artıq izah vermirəm. Mən yalnız dil kökü tərəfindən asılmayan tərəflərinin izahını verirəm. Arxeoloji olaraq o Firudun Cəllov o tərəfləri yazıbdır. Zəhmət çəkib kim inanmırsa o kitabları əl çatandır. Firudun Cəllov onu PDF-lərinə qədər yüklüyübdür, oxuya bilər. Və Cavanşir sözü də güya fars dilində olan bir sözdür. Düz əziz qardaş. İndi burada gələk şir sözü və deyirlər ki, şir sözü fars dilinə aiddir. Hə? Gəlin biz Hind-Avropa dillərinə bax, bir zəhmət yazsın ki, Hind-Avropa dillərində şir mənasına gələn söz nədir? Görəcəklər ki, şir mənasına gələn söz Leo, Lion kimi olan sözlərdir. Yəni, digər bütün Hind-Avropa dillərində. Yalnız İrani dillərdə şir sözü şir deməkdir. Yaxşı, şir sözü nə deməkdir? Bunu fars dilçiləri və istənilən dilçi açmaqda acizdir. Şir sözü bizim türk dilində olan ısırmaq sözü ilə eyni kökdür. Isırmaq, yəni dişləmək. Aydındır əziz qardaş. Həmin ısırmaq sözündəki isir sözünün tərs kombinasiyası da bizim qarşımıza arslan kimi çıxır. Onun sonundakı lan hissəsi də ilan sözündəki olan sözdür. Yəni yırtıcı mənasına gəlir. Bax, misal üçün yenə deyirəm. Yırtıcı heyvanların adı necə yaranıb? Bax, qurd sözü qırmaq sözündəndir. Bars sözü parçalamaq söz kökü ilə bağlıdır. Köpək, qaplan, qaban, bunun vılaşması ilə güvə və qapmaq söz kökü ilə bağlıdır. Bu arada qeyd edim ki, Hind-Avropa dillərində arslan, şir mənasına gələn söz lion kökü ilə bağlıdır. Yalnız İrani dillərdə bu şir kimi yazılmışdır. Və daha bir maraqlı məqam isə həmin lion ilan kökünün türk dillərində ilan, yılan sözünə çevrilməsidir. Yəni ki, ilan ilk dildə il-in ayrılma, qırılma kökünün birləşməsindən olan söz türk dillərində daha sonra sürünən, yırtıcı, heyvanlar mənasını ifadə edən sözə çevrilmişdirsə, bu Hind-Avropa dillərində yırtıcı, şir, pələng kimi heyvanların adına çevrilmişdir. Və daha maraqlı məqam isə biz həmin ilan kökünün arslan sözünün sonunda görürük, kaplan sözündə görürük. Artıq qeyd etdiyim kimi qap, qapmaq sözündən, qaban, kaplan, köpək və güvə sözü var. Və həmçinin lan hissəsini biz pələng sözündə görürük. Fikrim aydındırmı? Yəni, heyvan adları göydən düşmüyor. Həmin şir sözü də ısırmaq sözündəndir. Isırmaq sözü də bütün dilçilər qəbul edir ki, türk dilindədir. Və ısırmaq sözündən insan o heyvanı tanıyandan sonra ona şir deyib. Və şir sözü yalnız İran dillərdədir. Yaxşı, İran dili hansı dillərin alt qrupudur? Hind-Avropa dillərinin. Hind-Avropa dillərində isə şirə yalnız şir mənasına gələn söz leon kökündəndir. Demək ki, bu əraziyə gəldikdən sonra mələz barslar o türk dilində olan ısır, şir sözünü deyibdir. Və daha sonraki dönəmdə tarix farsça yazıldığından, bax Səlcuqlu dönəmi, Osmanlı dönəmi, Səfəvi dönəmi, biz qayıdıb deyirik ki, bu fars dilinə aiddir. Yaxşı, türk dili hanı? Alban tarixi məhv edilib, yazıları məhv edilib. Bu tariximizin ən böyük qırılma nöqtələrindən biridir. Birinci, ərəblər məhv edib,
Ərəblər bunu məhv edib. Çünki ərəblər bu əraziyə gəldikdə digər türklərə qarşı bu regionda bir güc arayışındaydı. Və xristianlıqda monofizit və diofizit kilsələr var. Monofizit kilsə dedikdə Həbəş kilsəsi, Qibti kilsəsi, Hay kilsəsi, Alban kilsəsi, Əlbən kilsəsi monofizitdir. Yəni onlar deyir ki, Tanrı yalnız ilahi qüvvədir. Onun insani tərəfi yoxdur. Diofizit isə deyir ki, İsa həmi insandır, həmi Tanrıdır. Diofizit kimdir? Roma və Bizans kilsəsi. Bunu niyə deyirəm? Bu səbəbdən ərəblər bu əraziyə gəldikdə həmin monofizitlərin hamısına Ərmən deyib. Bu səbəbdən Ərmən sözü daha sonra bu ərazidə xristian mənasında işlənməyə başlayır. Və Albanlar ərəblərə tabe olmamaq üçün Bizansdan kömək istəyir. Bizans da deyir ki, onda bir zəhmət sən diofizit ol, sənə kömək edim. Və Ərmən türkləri Albanlara qarşı xəlifəyə məktub yazır ki, sən yatmısan fil qulağında, xəbərin yoxdur. Albanlar Bizansla birləşəcək. Və bu səbəbdən də bu ərazidə Ərmənləri ərəblər dəstəkləyir və Alban kilsəsini və kitabxanalarını məhv edir. Aydındırmı? Yəni biz bir ərəblər dönəmində tariximizi itirmişik. Daha sonra Səlcuqlu dönəmində öz Səlcuq türk bəylərimiz ərazidə öz güclərini digər türk boylarını dəngələmək üçün digər etnik tayfalardan istifadə edir. Yazını fars dilində, dini ərəb dilində yazdırmağa çalışır. Eyni siyasəti daha sonra Osmanlı davam etdirir. Eyni siyasəti daha sonra Səfəvilər davam etdirir. Bax da geniş danışmışam. Yəni konkret sual versəz biraz da açaram, amma istəmirəm uzun uzadı danışım. Və bu səbəbdən daha sonra da bunun üstünə 1920-ci ildə tariximizin bir Sovet qırılma dönəmi var. Bütün tariximizi alt-üst ediblər, yazanları məhv ediblər. 1926-cı ildə türkoloji qurultay keçirilib. Həmin türkoloji qurultayda türkoloqlara deyiblər ki, türk tarixini diriltmək üçün, geri qaytarmaq üçün hansı tədbirlər lazımdır, danışın. Daha sonra həmin tədbirləri danışan bütün türkoloqları məhv edilib və daha sonra digər etnik qruplardan olanlara bizim türk tarixi yazdırılıb. Başa düşürsünüz? İndi sən bunun üstünə tarixi nə qədər doğru oxuya bilərsən? 37-yə qədər də bütün bizim ziyalıları, tarixi bilənlərimizin hamısını repressiya ediblər. Və bu yüzden də biz tariximizi doğru oxuya bilmirik. Təsəvvür elə ki, biz dil kökümüzün izahı ilə bağlı konkret əlimizdə kitab yoxdur. Və yazdığımızı da kimsə dəyərləndirmir. Və şir sözü ilə bağlı birbaşa olmasa da növbəti bir məsələni də deyim, əziz qardaş. Bax, biz Kimerlərdən və onun tərsi olan Mehranilərdən danışdıq. Düzdür? Bu Mehranilərdən danışmaq bizə nəyi verir? Türklər ök birliyi mənasında ökon birliyi qurur və bu ökona daha sonra simvollaşdırır, daha yazı olmadıqda şəkilli dil ilə yay və iki ox ilə rəsm edir. Və bunun tərs kombinasiyası kimi bizim qarşımıza 10 oxlar çıxır. Çin qaynaqlarında 10 oxlar var. Əslində bu 10 ox da ökdür. Yəni ök, tanrı, 10 türk dilində rəqəm və birlik mənasına gəlib. Bu günü biz onu kiçildərək, semantik kiçildərək yalnız rəqəm kimi başa düşürük. Ökon sözündən biz Hun ittifaqını görürük, Kumanları görürük, Kimerləri görürük və bunun bulaşması ilə Qıpçaq, əslində o Qıpçaq deyil, Qumsaq, Qıpçaq formasına çevrilir və Gəncənin adı olan Qanzaq da yenə Kun və Sak kökü ilə bağlıdır. İndi bu Kimerlər ki var əziz qardaş. Yəni Hun ilə, Kuman ilə eyni kökdən olan sözdür. Bunun sonuna biz ər sözünü gətirərək Kimer tayfasının olduğunu görürük. Və indi fikir verin, dilimizdə ər hissəsi daha sonra şəkilçiləşir. Bax, dəmirçi və dəmirər var. Yəni dəmir ər. Və ad olaraq hələ də durur. Və bir il olaraq tayfa adı var. Bunu nəyə görə deyirəm? Kimerin də tərs kombinasiyası kimi biz qarşımıza Maqər boylarının çıxdığını görürük. Bax, fikir ver. Maqərdə kının xlaşması ilə biz Meğri toponiminin olduğunu görürük. Eramızdan əvvəl
1000 ildən üzü bu yana, yəni 3000 ildir Meğri toponiminin olduğunu görürük. Mehranilərin olduğunu görürük. Bu adını artıq qeyd etdim. Eyni ilə maq və onun sonuna ç hissəsinin gələrək maqçı olduğunu görürük. M-nın nlaşması ilə olur o naxçı. Həmin o naxçı bizim bildiyimiz Naxçıvan toponiminin adıdır. Naxçıvan Nəqşi-Cahan deyil və Naxçıları çeçenlərlə əlaqələndirirlər. Deyirlər ki, çeçenlərin əcdadı özünə Naxçı deyir. Əsən, Naxçı çeçen dilində mənası nədir? Bax, konkret mənası nədir? Bax, mən fikir verirsən, mən nəyi deyirəmsə, onun digər bütün tarixi uzantılarını göstərib deyirəm ki, bu adlar riyazi qayda kimi ortadadır. Göydən tutub hansısa sözü gətirib demirəm. Al, bu söz belədir. Və eyni ilə biz Nakbi boylarının Asur qaynaqlarında yazıldığını görürük və müəyyənləşdiririk ki, Asurlar eramızdan əvvəl 7-ci əsrdə Zəngi boyları kimi, Maq boyları kimi Nakbi boylarını da sürgün edib. Yəni, yenə deyirəm, ilk səs M səsi olub, daha sonra ondan N səsi ayrılıb. Bax, dilimizdə nə sözü var? Bax, nə? Bəzi dilçilərimiz deyir ki, türk dilində N səsi ilə söz ola bilməz. Nə sözü necə yaranıb? Göydən düşür. Bu, M səsindən daha sonra N səsi ayrılıb. Sadəcə olaraq hər dildə müəyyən səslər zamanla daha üstünlüyə malik olub. Bax, fikir verin, bizim dilimizdə A, E səsindən Ə səsi ayrılıb, Rus dilində ayrılmayıb. İngilis dilində ayrılmayıb. Bizim dilimizdə 4 saytdan 8-9 sayt ayrılıb, türklərdə 9-cu sayt tam inkişaf etməyib. Ərəblərdə cəmi 3 sayt var. Aydındır nə demək istəyirəm? Yəni, ilk baza dildə M səsindən N səsi ayrılıb. Və orada olan Kimerin tərs kombinasiyası kimi Maqər, Maqçı, Maqbi boyadı yaranır. Bax, necə ki, Oğuz, Kas, Kasçı, Quşçu, Xəzər, Kaspi. Fikir verirsən, bax, eyni Oğuz sözünün bax, sonuna biz bini gətirib edirik Kaspi, əri gətirib edirik Xəzər, Çini gətirib edirik Quşçu. Təbii ki, bu göydə uçan quş deyil. Da bu haqda danışmışam. Sual olsa təzədən izahını verim. Eyni ilə maqın sonuna əri gətirib edirik Maqər, Meğri, Mehrani və Çini gətirib edirik Maqçı, Nlaşma ilə olur Naxçı, bini gətirib edirik Nakbi. Yəni, bax, dolayısıyla, əziz qardaşım, bu Mehranilər bir türk boyudur və həmin türk boyundan da daha sonra Cavanşir adı yaranıb və buradakı şir də hələ bildiyimiz pələng şirdirmi, yoxsa Kiyaksardakı sard olan sözlə eynidir, Ağasardakı sardımı? Bunu ayrıca düşünmək lazımdır. Aydındırmı? Bəli, aydındır. Bu Elnar qardaş o Cavanşir sözünü bu Rus, İngilis Wikipediyalarında araşdırmışdı. Bəli. O gedib Çuvaşər sözünə gedib çıxmışdı o. Da indi bilmədim o nə dərəcədə doğrudur yoxsa yox. Cavanşir sözünün Çuvaşər sözünə o cavan hissəsi ki var, həmin o cavan hissəsi. O cavan sözü bizim bildiyimiz cavan sözünü mü bildirir? Yoxsa çavuş sözünü mü bildirir? Çavuş sözü bizim dilimizdə bildiyimiz kimi rütbə bildirən bir sözdür. Və çavuş sözü türk dilində cap sözü səs mənasına gələn bir sözdür. Çavuş da yəni hansısa bir ərazinin, bölüyün rəhbəri mənasında olan sözdür. Və buradakı cavan sözü yenə deyirəm artıq mənbələrdə yazılan məsələlərin biz o dövrdə götürüb heç kim yazmayıb. Cavanşir, burada cavan bu deməkdir, şir bu deməkdir. Biz o dövrdə fonetik olaraq hələ düzgün olmayan fonetik hərfləri, mixi yazılarını, hieroqlifləri oxuyuruq. Sonra bunu da üstünə geriyə dönük olaraq izah vermək istəyirik ki, burada bu nə deməkdir. Və təbii ki, burada yenə deyirəm, çavuş ər kimi də bunu çıxarda bilərsən. Çavuş artıq bəllidir, yenə deyirəm, türk dilində bir rütbə mənasına gəltirir və ər sözü də var. Burada Cavanşir elə bax günümüzdə olan, buna xalq etimologiyası deyirlər də, səsə uyğun ağzımıza gələni deyirik. Cavanşir, Cavanşirdir. Amma bunun sonundakı şir böyük ehtimal ki, həmin o Kiyaksardakı Ağasar, hansı ki Manna hökmdarı idi, oradakı sar hissəsidir. Cavan hissəsi də burada qapmaq sözü ilə mi bağlıdır? Yəni qaban məsəl üçün. Çünki rəhbər, cəsur mənasında heyvan adlarının deyildiyi bəllidir və ya qap sözü burada çavuş söz kökü ilə eynidir. Amma biz ümumi
digər faktları yan-yana qoyanda Mehraniləri götürdük. Bax Mehranilərin izahını verdim ki, bu Mehrani niyə fars dilində deyil? Və digərlərini görəndə də məlum olur ki, birinci ələ Cavanşirin sulaləsinin artıq fars olmadığını müəyyənləşdirdik. Və bunun da üzərinə Cavanşirin də yenə deyirəm, hansı formada aça biləcəyimizi görürük. Məsələ nədir? Bizim o qeyd etdiyim 1926-cı ildən sonra türkoloqlarımızın hamısını qırıblar və o dövrdə olan bütün mənbələri də Rus, Hind, Avropa, İran dilli izahlar üzərinə yazmağa çalışıblar. Və biz də onları öyrəndiyimizdən bizim beynimiz yalnız o cür düşünür. Psixologiyada belə bir şey var. İlk tanışlıq mühümdür. İnsan ilk nə ilə tanış olursa, beyni o faktların üzərinə düşünür. Bizə desələr ki, qatıq qaradır, biz daha sonra gəlib qatığı ağ görsək, demirik qatıq ağdır. Biz birinci fikirləşməyə çalışırıq ki, qatıq niyə qaraymış, indi niyə ağ olub? Fikrim aydındır və bizə bu günə kimi qatığın qara olduğunu öyrədiblər. Bu üzdən də hələ də qatığın ağ olmağını təzədən isbat etməyə çalışırıq.